Salam qızlar, hər vaxtınız xeyir olsun. Bu dəfə sizə Osmanlı kofesindən biraz məlumat vermək istəyirəm. Osmanlı kofesi həm iştahı azaldır, insanı tox tutur və piy yağ yandırır. Gündə 2 dəfə istifadə edirsiniz. Bundan əlavə qızlar, onkoloji xəstələrə çox gözəl təsiri var. Tərkibi zəncəfil, keçi buynuzu, süd protein, daha sonra tərkibi çox zəngindir. Mən sizə oxuyum: maka kökü, mahləb, salep, bunların hər biri onkoloji xəstələr üçün mükəmməl təsir edir. Yəni bu kofeni hər kəs içə bilər. Rahat şəkildə hər kəs istifadə edib arıqlaya bilər. Hətta bunu uşaqlar da içib arıqlaya bilər. Əgər uşaqlarınızda da varsa köklükdən əziyyət çəkənlər, o zaman onlara da içirdə bilərsiniz. Bəylər, xanımlar və uşaqlar içə bilər. Və hər hansısa bir problemindən, orqanizmdə problemindən asılı olmayaraq içə bilər. Bir aya 5-6 kiloqram, əgər metabolizma güclüdürsə 7-8 kiloqram arıqladır. Alın və için arıqlayın.